Bacı yorulmayasan. Bacı yorulmuyorsan. Çok sağ ol. Bacı yorulmuyorsan. Oy, bacı, nəsə problem var? Kimsə xətrinə deyib eləməyib? Mənim yox. Deyirəm, bəlkə siz kiminsə xətrinə dəymisiniz, ha? Ay, işsən məni. Sən öl, nə təri birdən beşə atdısa, təkərlər ayağımın altından qaçdı. Onsuz heç nədən xəbər yoxdur, yandırmayın, möhkəm ol. Deməli, mənim çox əziz, çox dəyərli böyük qardaşlarım. Can. Xəzənin dükanından xəbəriniz var? Yox. Sizin belə xorla eyni sözü deməyiniz xeyri əlamət deyil də, bilirsiniz. Niyə? Niyə? Yaxşı, dünən üçünüz də evdə deyildiniz gecə. Niyə? 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 Mən hələ indi çatdı, bacı. Hə? Siz nənə? Gecələr harda olursunuz, hə siz? Hə? Bacı, narahat olun, mən özüm bunların dərsini verəcəm. Harda olursunuz, hə, gecələr? Ay Yaşar, Hay canım. sən hardaydın gecə? Bacı, sən bilmirsən, mən bütün gün işləyirəm. Ailəm üçün mən çörək pulu qazanıram. Mənim gecənin gündüzüm yox deyil. Bacı, sən inan ki, yuxu üzünə həsrətəm. Başa düşürsən mən. Deməli, kimsə Xəzərin dükanına girib, mallarını xarab eləyib, sonra da gedib müfəttişə xəbər verib. Buna bax, gör, deyirəm əbi, cəmaatın kiminsə çörəyinə bais olmaq olar. Gör nə qədər əclaf adamlar var, nə qədər alçaq insanlar var. Yox, yəni deyirəm, var da, elə insanlar var. Pis adamlar var. Bəli. Yəni sizin xəbəriniz yoxdur da, ha? Nədəsə xəbərimiz olsa deyərik. İşdən gücdən vaxtımız olur ki, xəbərimiz olsun. Dəqiq də. Əlbəttə də, bizi tanımırsan sən. Tanıyıram mən. Siz durub mənə yalan danışmayacaqsınız ki. Əsla. Bir dənə bacınıza yalan deməyəcəksiniz ki. Qətiyyən. Qətiyyən. Əlim qurusun mənim. Əsla.